Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı xarici siyasəti bütün dünya görür və bütün dünya mediası da bundan yazır. Hər vaxtınız xeyir olsun. Hörmətli televiziya tamaşaçıları, Dünya televiziyasına baxırsınız. Efirdə DTV Aktualdır. Böyük məmnuniyyətlə bugünkü efirimizin qonağını öncə istərdim sizə təqdim edim. Qonağımız siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir müəllim Şahtaxtıdır. Sabir müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və bugünkü proqramımızda iştirak edirsiniz. Çox sağ olun. İcazənizlə söhbətimizə başlayaq. Sağ olun, dəvətə görə xüsusi minnətdaram. Əminəm ki, biz hörmətli tamaşaçılarımız üçün yeni bir informasiyalar paylaşmaq imkanındayıq. Cənab Prezidentin səfərlərindən danışacağıq. Öncə Davosda keçirilən görüşlər, daha sonra Münxendə keçirilən görüşlər, Münxen görüşlərindən sonra isə Cənab Prezidentin Serbiyaya səfəri. Öncə istərdim Davos və Münxen məsələsinə toxunaq. Buyurun, sizə eşidək. Ümumiyyətlə, biz xüsusilə qeyd etməliyik ki, hazırda beynəlxalq platformada müzakirə olunan əsas məsələ qlobal təhlükəsizlik məsələdir. Buna artıq politoloqlar bir ad da veriblər, yeni dünya düzəmi. Yeni dünya düzəmində artıq Azərbaycan sadəcə olaraq iştirakçı deyil, Azərbaycan yeni dünya düzəminə öz tövhələrini verən bir tərəfdir. Bu baxımdan Müzəffər Ali Başkomandan İlham Əliyevin liderliyində Azərbaycanın bu platformalarda təmsil olunmağı, qlobal müzakirələrdəki aktual məsələlərə ölkəmizin və regionumuzun təsirini və mahiyyətini ortaya qoyur. Xüsusilə aktual olduğuna görə biz Münxen konferansına toxuna bilirik. Münxen konferansında Prezident İlham Əliyevin səfərini xarakterizə edən xüsusi elementlər nədən ibarətdir? Birinci, konferansda iştirak, ikinci, konferansın panelində çıxış, ciddi bir tərəf müqabilləri ilə beynəlxalq ictimaiyyəti maraqlandıran proseslərin müzakirəsi, üçüncüsü, mediaya müsahibələr. Bəli, bəli. Bu media müsahibələr dedikdə, məsələn, həm yerli televiziya jurnalistlərinə, həm xarici media qurumlarına müsahibələrin açıq şəkildə göstərdi ki, bunlar planlı müsahibələr deyildi. Yəni, Azərbaycan Prezidenti ekstremal şəraitdə media nümayəndələrinin müraciətini dəyərləndirərək onların suallarını cavablandırmışdı. Üçüncü, orada mühüm məsələlərdən biri konferans çərçivəsində keçirilən iki tərəfli görüşlərdir. Təkcə Münxen konferansı çərçivəsində Azərbaycan Prezidenti 8 görüş keçirmişdi. Bu 8 görüşün hər biri xüsusiyyətinə görə biri-birindən tam şəkildə fərqlidir. Eyni zamanda bu görüşlərin hər birində Avrasiyanın ümumi təhlükəsizliyi məsələləri müzakirə etməkdir. Təhlükəsizlik dedikdə, yalnız burada hərbi təhlükəsizlik mövzu deyil. Təhlükəsizlik artıq dünyadakı proseslərin fonunda təhlükəsizlik bir paket halını almışdır. Bura həm hərbi təhlükəsizlik, enerji təhlükəsizlik, hətta kulturoloji təhlükəsizlik məsələləri də bura daxildir. Əgər biz Münxen görüşlərindən, Münxen səfərindən danışırıqsa, ümumiyyətlə Sabir müəllim, Münxen səfərinin mahiyyəti nədən ibarətdir? Çox incə bir nüansə toxundunuz. Hesab edirəm ki, mediada hazırda bu mövzuda olan bir boşluğu biz aradan qaldırmaq imkanında olaraq sizin bu sualınızın fonunda nə üçün Münxen, nə üçün Almaniya? Bu suallara cavab verməliyik. Münxen şəhəri ümumilikdə 1158-ci ildə, təqribən 900 il bundan əvvəl təməli qoyulmuş bir şəhərdir. Bu şəhər Avropada kulturoloji dəyərlərin, Avropanın təhlükəsizliyi, Avropada dəyərlərin inteqrasiyasına böyük bir töhfələr vermiş bir məkandır, şəhərdir. Bu konferansın təsis olunmasına gəldikdə isə, bu konferans 1963-cü ildə Almaniyalı qərbi Almaniya Federativ Respublikasının əməkli, yəni təqaüddə olan hərbiçiləri tərəfindən 1963-cü ildə təsis olunub. Bu konferansın ilk olaraq adı Hərbi Təhlükəsizlik Konferansı olub. 1991-ci ilə qədər bu adda fəaliyyət göstərib.
Nə üçün bu adda və Almaniyada yaranıb təşkilat? Məhz Avropa keçmiş SSR gərginliyinin fonunda Almaniyanı başda olmaqla Avropanın hərbi təhlükəsizliyini təmin etmək məqsədi ilə ortaya çıxdı. Amma SSR-in süqutundan sonra 1990-larda artıq dünyada təhlükəsizlik anlamının paket halına gəlməsi təşkilatın adının dəyişməsinə səbəb olub ki, burada da təşkilatın adının Münxen Təhlükəsizlik Konfransı adına keçirilməsi ümumi təhlükəsizlik məsələlərinə kompleks yanaşmanı xarakterizə edir. Ötən dövrdə bu təşkilat ümumilikdə təşkilatda hər konfransda aşağı-yuxarı 1000-ə yaxın qatılımçı iştirak edib. Onlardan ən azı 60-100 arasında hökumət və dövlət başçıları olublar. Ən mühüm məsələlərdən biri ondan ibarətdir ki, bu konfransda iştirak edən media mənsublarının ümumilikdə onların arasında çoxluq təşkil edir, hansı ki, beynəlxalq statuslu media qurumları, onlar iştirakçılardan hətta artıq olublar. Media təmsilçilərinin ümumi sayı 1200 nəfərdən artıq olub. Azərbaycanın belə bir platformada iştirak etməsi birinci növbədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından, Azərbaycan xarici siyasətinin, Azərbaycanın diplomatik mövqeyinin və dəyişməz prinsiplərinin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm bir platform olub. Aydındır. Cənubi Qafqazda yeni reallıqlar yaradılır və bu yeni reallığın da müəllifi İlham Əliyevdir. Bunu da bütün dünya görür. Cənab Prezidentin hər bir səfərində məhz Azərbaycanda gedən proseslər müzakirə olunur. Bununla bağlı söylədiyiniz jurnalistlər bununla bağlı suallar da verirlər. Gəlin bu mövzuya toxunaq. Çox sağ olun. Yəni suallarınız bir-birini inkişaf etdirir. Bu nöqteyi nəzərdən biz yenə də Münxenə qayıdacaq burada. Azərbaycanın əvvəla qeyd etməliyəm ki, Müzəffər Ali Başkomandan İlham Əliyevin liderliyində Azərbaycan ordusunun Azərbaycana qarşı işğal faktorunun aradan qaldırılması sadəcə olaraq yalnız təcavüz altında olan torpaqların geri qaytarılması demək deyil. Bu, eyni zamanda işğal faktorunun beynəlxalq təhlükəsini, terror faktorunun beynəlxalq təhlükəsini, Azərbaycana qarşı 200 illik əsassız ərazi iddialarının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasını ortaya qoyur. O biri tərəfdən isə xalqların bircə yaşayışını, dövlətlərin kompleks inkişafını, ölkələrin qarşılıqlı inteqrasiyasını fəlsəfi olaraq ortaya qoymuşdur ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı mərhələli şəkildə bunları xarakterizə etmişdir. Azərbaycan Münxen Təhlükəsizlik Konfransında 2013-cü ildən təmsil olunur. Biz şərti olaraq kalendari baxımından, təqvim baxımından bunu 3 mərhələyə bölə bilirik. Birinci 2013-2020-ci ildir. İkinci 2020-2023-cü ildir. Üçüncü 2023-2026-cı ildir. Biz pandemiya dövründəki bir illik qeyri-fiziki təmaslar şəklində olmasını istisna etməklə Azərbaycan 2013-cü ildən davamlı olaraq bu konfransda iştirak edir və konfransa böyük töhfələr verməkdədir. Azərbaycanın bu 3 mərhələnin heç birində nə prinsiplərində, nə mövqeyində dəyişiklik yoxdur. Əgər biz yadımıza salmalıyıq mütləq mənada Azərbaycan Respublikasının lideri İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın 2020-ci ilin fevralında Münxen konferans çərçivəsindəki görüşü. O görüşdə ciddi bir müzakirələr aparıldı. Azərbaycan qəti şəkildə öz torpaqlarını mütləq mənada geri alacağı prinsipini ortaya qoydu və xatırlayırıq ki, biz orada Ermənistan baş naziri müzakirələrdən qaçmaq üçün, oradakı auditoriyanın diqqətini yönləndirmək üçün o həmin müzakirə çərçivəsində daha çox güya Ermənistanda apardığı mikro islahatlara diqqəti yönəltməyə çalışırdı ki, bu da Azərbaycan üçün heç bir bunun əhəmiyyəti yox idi. Yəni Azərbaycan üçün birinci prinsip olaraq işğal faktorunun aradan qaldırılması, sərhədlərin müəyyən olunması və dövlətlər arasındakı münasibətlərin prinsipinin ortaya qoyulmasıdır. Bugün Azərbaycan
biz Azərbaycanın konferansdakı iştirakını, konferansdakı mövqeylərini nəzər yetirmək istəyiriksə, orada ilk növbədə panelin adına biz diqqət etməliyik. Prezident İlham Əliyevin iştirak etdiyi, çıxış etdiyi və ciddi tərəf müqabilləri ilə müzakirəni apardığı müzakirənin predmetlərinə diqqət etməliyik. Mahiyyətcə panelin mövzusu açıq dəhliz anlayışıdır. Gəlin elə bax söhbətimizin bu yerində cənab prezidentin keçirdiyi panel görüşlərindən danışaq. Panel görüşü bir panel görüşü var. Bir də 8 iki tərəfli görüş var. İki tərəfli görüşlərin hər birində Azərbaycanla qarşı tərəfin, o cümlədən Azərbaycanla Avropa təsisatlarının qarşılıqlı münasibətləri məsələsi müzakirə olunubdur. Mən bir daha təkrar etmək istəyirəm ki, təhlükəsizlik dedikdə yalnız hərbi təhlükəsizlik məsələsi deyil ortada. Təhlükəsizlik dedikdə enerji təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyinin ayrı-ayrı istiqamətləri var. Mineral neft məhsullarının istismarı, onun nəqli, onun paylaşılması, onun dünya bazarlarına çıxarılması, hansı yollarla nəql etmə. İkinci, hazırda Avropa üçün mühüm əhəmiyyət kəsb edən mavi yanacağın, qazın istehsalı və çatdırılması. Üçüncü məsələ isə nəqliyyat tranzit prinsipləridir. Məsələn, biz bu panel müzakirələrinə və iki tərəfli görüşlərə diqqət etsək, orada görərik ki, artıq bu müzakirələrinin təməl prinsipində Orta Asiya-Qafqaz münasibətləri deyil, arasında belə deyək ki, ixracatın, nəql etmənin qurulması deyil. Eyni zamanda Azərbaycan üzərindən Orta Asiyada gələcəkdə istehsal olunacaq enerji məhsullarının, eyni zamanda istismar olunacaq neft-qaz məhsullarının Xəzər üzərindən Azərbaycandan keçmək də Anadoluya və Avropaya nəqli məsələsidir. Eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə Orta Asiya və Qafqaz bölgəsinin yaxın şərqlə Anadolu üzərindən inteqrasiyası prosesləri vardı orada. Əgər biz bu müzakirələrə diqqət ediriksə, orada sərmayə qoyuluşu məsələsi ciddi bir müzakirə mövzusudur. Yəni, Azərbaycan həm sərmayə yatıran ölkədir, hazırki dövrdə qlobal proseslərin çərçivəsində, eyni zamanda sərmayə qəbul edən ölkədir. Yəni, həm xarici sərmayənin ölkəmizdə yatırılması üçün münbit şərait yaradır, eyni zamanda öz sərmayəsini ayrı-ayrı ölkələrdə öz sərmayəsinin yatırılması üçün münbit şəraitin dəyərləndirir. Sabir müəllim, Ermənistan-Azərbaycan münasibətlərindən istərdim danışaq. Ermənistan-Azərbaycan münasibətləri, əməkdaşlıq və sülh modeli. Bir məsələyə toxunaq ki, cənab prezident bu sülh modelinin, belə deyək, ilinə baxdıqda, tarixinə baxdıqda 20 illik dövrü əhatə edir bu sülh modeli. Və nəticə də göz önündədir. Və keçirilən görüşlər bizi sülhə aparır. Eşidək sizi. Çox sağ olun. Artıq sülh var, imza məsələsi qalıb. Bildiyiniz kimi artıq iki ölkə arasında sülh sənədinin paraflanması prosesi başa çatıb. Amerikada, yəni Amerika Birləşmiş Ştatlarının prezidentinin iştirakı ilə, onun belə deyək ki, qarantisi ilə paraflanma başa çatıb. İndi tərəflərin həmin paraflanmamış sənəd üzərində daha ciddi nüanslara belə deyək ki, dəyərləndirilməsi prosesi gedir. Biz əgər proseslərə diqqət etsək, görürük ki, artıq Ermənistanla Azərbaycan arasında dövlət sərhəddinin müəyyən olunması və onun işarələnməsi artıq bir müzakirə predmeti deyil. Müzakirə predmeti tamamilə başqa bir belə deyək ki, müstəviyə keçmişdir. Bu ondan ibarətdir ki, 2020-ci ilə qədər öz işğalçı mövqeyindən qəti şəkildə geri çəkilmək istəməyən təcavüzkar Ermənistan
bir mənalı şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasında olmadığını sənəd şəklində ortaya qoymalıdır. Bu sənəd şəklində, bu mövqeyin sənəd şəklində ortaya qoyulması onun nədən ibarətdir? Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır. Sülh prosesini şərtləndərən məsələ budur. Sülh deməklə sülh olmaz. Yəni sülh deməklə tərəflər bildiyiniz kimi, yəni Azərbaycan Respublikasının mehriban qonşuluq və səmimi dostluq siyasəti var. Azərbaycan özünün bütün qonşuları ilə, o cümlədən Ermənistanla qonşuluğu qəbul edir. Bu qonşuluq prinsipində Ermənistana qarşı ərazi iddiasında deyil, belə bir çıxış, belə bir çağırış olmayıb indiyə qədər və Azərbaycanın gözləntisi, bəklentisi tam şəkildə təbiidir. Ermənistan özünün anayasasında, qanununda, əsas qanununda Azərbaycana qarşı ərazi iddiasından imtina etməlidir. Azərbaycana qarşı istənilən bir formada işğal elementi atribut olaraq aradan qaldırılmalıdır. Biraz öncə biz mediadan danışdıq. Mən istədim bu mövzuya yenidən qayıdış edək. Cənab Prezidentin Frans 24 telekanalına verdiyi sual və eyni zamanda o bəzi sualların içərisində, belə deyim, verilən suallara Cənab Prezident tərəfindən verilən diplomatik, yüksək səviyyədə verilən cavab. Ümumiyyətlə, Azərbaycan Prezidenti mediaya açıq bir şəxsiyyətdir. Yəni, Frans 24-ün müxbirini Cənab Prezident yüksək səviyyədə susturdu, yerində otuzdurdu. Və hər zamanda bu təkrarlanır, hər zamanda onların cavabı verilir. Şunu xanım, biz diqqət etsək görərik ki, bu cür əsassız, hətta ittiham xarakterli suallar yalnız bu Münxen təhlükəsizlik konferansının çərçivəsində olmayıb. Bu, nə Azərbaycan Prezidenti üçün, nə Azərbaycan ictimaiyyəti üçün bir yenilik deyil. Yəni, bir növü biz buna adətkarlayıq, biz bunu gözləyirdik zaten ictimaiyyət olaraq və biz buna veriləcək cavabı da gözləyirik. Yüksək səviyyədə verilən cavab. Bəli, tamamilə doğrudur. Biz əgər tarixə yüngül bir ekskursiya etsək, görərik ki, Vətən müharibəsi dövründə, yəni 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti 4 dildə 4 saat mətbuat konferansı keçirmişdir. Bu, beynəlxalq media nümayəndələrinin suallarına açıq şəkildə cavablandırmışdır. Tərəddüd etmədən bütün bir formada o medianı maraqlandıran suallara sözün əsl mənasında, yəni bir diplomatik və açıq diplomatik bir formada cavablar vermişdir ki, bu suallar heç də, yəni sadəcə o sualları yönləndirən beynəlxalq medianın təmsilçiləri oradan bura durub gəlib Azərbaycanın mövqeyini müdafiə etmək üçün gəlməmişlər. Heç də bunların hamısı. O cümlədən biz ittiham xarakterli sualları Azərbaycan Prezidenti ilə hətta müharibə dövründə belə iki tərəfli müsahibələrdə, yəni yalnız mətbuat konferansında deyil, müsahibələrin özündə də bunun şahidi olmuşuq. Fransa 24-ün fəaliyyəti zaten bəllidir. Fransanın belə deyək ki, ümumilikdə hazırki rəhbərliyinin, yəni son illər Fransaya rəhbərlik edən şəxslərin görüşür ki, onların Azərbaycana qarşı ümumilikdə türk müsəlman dünyasına qarşı qərəzli mövqeyindən qaynaqlanaraq belə deyək ki, öz fikirlərini, düşüncələrini formalaşdıran şəxslərdən zaten biz ondan kənar bir sual gözləmərik. Sabir müəllim, bir məsələyə toxunaq. Nəyə görə hər zaman Arayıq və digərləri ilə bağlı sualları verirlər? Axı onlar hərbi cinayətkarlardır. Bu məsələ də bitib. Yəni onlar öz cəzalarını çəkəcəklər. Amma buna baxmayaraq hər zaman bununla bağlı sual verirlər. Nə demək istəyirlər? Yəni artıq Azərbaycan hüquqi bir dövlətdir və bu dövlətdə hər şey qanunla idarə olunur. Niyə bununla bağlı suallar verirlər? Aydındır. Siz ustad telejurnalistsiniz, siz yəni geniş bir təcrübəyə maliksiniz. Bildiyiniz kimi dünyada hazırda sürətlə qütübləşmə getdiyi üçün media da qütübləşmişdir. Hazırda dünyada
azad media deyilən anlayışı dırnaq arasındadır. Yəni dünyada xüsusilə beynəlxalq media qurumlarının belə deyək ki, tərəfsizliyi ilə bağlı təəssüf ki, bizim əlimizdə hansısa fikir söyləməyə əsas yoxdur. Beynəlxalq media qurumlarının hər biri bu və ya digər formada ayrı-ayrı siyasi idarələrin, ayrı-ayrı siyasi şəxslərin sifarişlərini həyata keçirdirlər. Bu yalnız bizim dediyimiz, yalnız etiraf edək ki, bu bizim dediyimiz yalnız Fransa 24-ə aid deyil. Yəni biz ayrı, hətta bizim qonşu ölkələrdən belə ayrı media nümayəndələrinin, hətta Bakıda belə deyək ki, öz evimizin içərisində bu cür təxribatlı suallar, nəinki təxribatlı suallar, uydurma, qəti şəkildə həqiqəti əks etdirməyən bir mövzuya toxunduqlarının biz şahidiyik. Dolayısıyla sualınızın cavabı bundan ibarətdir ki, media sürətlə siyasiləşmişdir, media qütübləşmişdi və bu nöqteyi nəzərindən biz azad medianın nə vaxtsa Azərbaycanı müdafiə edəcəyini gözləməyimiz absurddur. Biz sadəcə olaraq, dövlət olaraq, ölkə olaraq, eyni zamanda milli media olaraq güclü olmalıyıq. Öz prinsiplərimizi, öz dəyərlərimizi, öz həqiqətlərimizi öz gücümüz vasitəsilə dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir müəllim Şaxtaxtı söylədi. Təşəkkür edirəm. Çox sağ olun Sabir müəllim. Artıq bizə ayrılan efir vaxtı da sona çatdı. Dəvətə görə minnətdaram. Buyurun, buyurun. Hörmətli televiziya tamaşaçıları, Dünya televiziyasına baxırsınız, baxmaqda da davam edin. Efirdə DTV Aktual idi. Bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.